Sizcə Azərbaycandan böyük texnoloji şirkətlərin çıxmasına nə çatışmır? Azərbaycanda bürokratiya var. Çox böyük bürokratiya var. Azərbaycanda startap gedib şəhadətnamə almalıdır. Azərbaycanda xarici bir investor, xaricdən bir pul gələndə, o pulu bilmirəm də, əminəm ki, sizə də olub. Yəni bank hesabınıza gələn o xaricdən pulu almaq çox uzun bir prosesdir. Hətta ölkə daxilində də. Ədliyyə Nazirliyinə getməlisiniz, oraya getməlisiniz, buraya getməlisiniz və 22 yaşında bir startapçı, bir ideyası var, ona bir 10.000 pul lazımdır, ona 3 dənə developer lazımdır. Bu adam getsin hüquqşünas tutsun. Bu adam getsin o əlindəki pulu Yarısı getirir. mühasibə versin. Çünki o startap quran bir adam nə edir? 3 dənə gənc olur, oturur, pizza sifariş eləyir, evdə səhərə qədər kod yazır, 3 dənə dostuna, nə bilim, Instagram post hazırladır, bir adamla demo eləmək istəyir və siz gəlirsiniz bu gəncə deyirsiniz ki, mühasib tut, VN açdır, SMS gəlsin, asan imzan olsun. Yəni o qədər şey baş verməlidir ki, bütün o Kod yadından çıxır. Quracağı ideya yadından çıxır. Bilmir ki, bu işini görsün yoxsa və o da ən böyük problem. Tutaq ki, siz bir dizaynersiniz, balaca bir dizayn şirkəti qurmusunuz. Hə, o 5.000, 10.000 kiməsə flyer düzəldirsiniz, sayt düzəldirsiniz, prompt yazırsınız. Bunu gedib dövlətə demək, oradan vergi ödəmək. Bir də Azərbaycanda rüblük vergi var da, sadələşdirilmiş vergi belə. Həm rüblük var, həm il sonu var, ondan sonra gəlir vergisi var. O gəlir mənfə. O qədər şey var ki, yəni 22 yaşlı bir insana bunu gözləmək olmaz.